2. Evet, bir oldu qazan tansilatdan devam etdirdik. 2. Mərkəzi hakimiyyəti gücləndirir. 3. Feodal çıxışlarının qarşısı alınır. Buna bu qədər. Keçdik növbətiyə, artıq Məhəmməd Olcaytın oğlu keçsin hakimiyyətə. Əbu Səid hakimiyyəti 1316-1335-ci ildə. Əbu Səid hakimiyyəti keçəcək, 12 yaşı var. Az yaşlı. Dövləti faktiki idarə edən şəxs Əmir Çoban idi. Sulduz qəbiləsində olan Əmir Çoban. Yəni, fərmanlar Əbu Səidin adından verilir, pul Əbu Səidin adına kəsilir, xütbə Əbu Səidin adına oxunur. Amma diyor, kim təyin Əmir Çoban. Faktiki hakimiyyət özəlində keçir. Məsələn, belə deyək də, faktiki hakimiyyət özəlində olma məsələsi harada var idi? Şəmsəddin Eldəniz, İraq Səlcuq Sultanının faktiki hakimi idi, düzdürmü? Amma hökmdar adı kim gedirdi orada? Aslan Şahın adı gedirdi. Və Əmir Çoban da bütün vilayətləri öz oğullarını təyin etmişdi. Öz yerini də möhkəmləndirmək üçün öz qızını Əbu Səidə ələ də vermişdi. Ki, yəni, yezinən, mən onu qaynətasıyam, yerim daha da möhkəmləndir. 1318-ci il. Qızıl Ordu yürüyüşü baş verir. Və bu yürüyüşün qarşısını Əmir Çoban alır. Qızıl Ordunun dərsini izah edəndə mən demişdim, Özbəkistandakı Azərbaycana Möhtəzə Vilayətlər dövləti yürüyüş eləmişdim. 1318-1335-ci illərdə. Orada Qızıl Ordu dərsində o verilmir. Ona görə biz bəzən karıxırıq. Məsələn, sual düşəndə ki, Qızıl Ordu xanı Özbəkistana aiddir, biz iki şey axtarırıq. Türkləşmə prosesi və İslam dilinin qəbul edilməsi məsələsini, düzdürmü? Amma yadımızdan çıxır ki, Azərbaycan tarixində Özbəkistan adı çəkilmişdi orada. Həmçinin 1318-ci ildə Xorasanda üsyan baş verir. Həmən bu üsyanı da Əmir Çoban yatırır. Yəni, adam fakt dövləti idarə edir. 1319-cu ildə Gürcüstanda, Naxçıvanda və Sultaniyədə üsyanlar baş verir. Bu üsyanlar artıq Əbu Səid yatırır. Böyükdür, onu da indi mənim. Böyükdür, xeylat böyük. 12, 5 il keçibdə üstündən, 5 il, 3 il keçib, 15 yaş olur. Bunlar üsyanların yatırılmasına görə buna Bahadır ləqəbi verirlər. Və adam biraz da böyüdükcə baxır ki, dövlətdə sadəcə bunun adı var ki, bu hökmdar dövləti kimi idarə edir? Əmir Çoban. Amma Əmir Çobandan danışır. Bundan danışan yox. Ona görə də 1328-ci ildə Əmir Çobanın oğlanı idi. Bəli, Əmir Çobanı və oğullarını edam etdirir. Ki, həm hüquqi, həm də faktiki hakimiyyət üzərinə keçisində 1335-də iki hadisə baş verir yenə. 1335-də yenə Qızıl Ordu xanının yürüyüşü baş verir. Yenə də Özbək hakimiyyəti. Çünki Özbəyin orada hakimiyyəti 1313-1342 illərində gəlirsə. Yürüyüşü baş verir və hətta Kürd çayına qədər olan əraziləri ələ keçirmişdir Qızıl Ordu. Və bu yürüyüşləri dəf edir. Kim? Əbu Səid özü. Həmən elə ildəcə, 1335-ci ildə sui-qəsd nəticəsində öldürülür. Səhv eləməncə köhnə kitabda yazılır ki, öz həyat yoldaşı tərəfindən öldürülmüşdür sui-qəsd nəticəsində. Sizə niyə? Əmir Çoban o qız olduğuna görə. Aysıdır, atasının və qardaşlarının qisasını alır adam. İndi burada qınamaq olur, qınamaq olur. Qınayı bizim görür. 1335-1338-ci illər Hülakü səltənətini
mühafizəsi. Mühafizəsi bayrağı altında mübarizə gedir. Yəni kimlər mübarizə aparır? Şirvanşahlar, Çobanilər, Cəlalilər mübarizə aparırlar. Yəni niyyət nədir? Hakimiyyətə də keçirmək. Amma nə deyib mübarizə aparır? Biz Hülakü səltənəti mühafizə eləmək istəyirik. Yəni biz özümüzə dövlət falan yapmaq istəyən niyyətimiz yoxdur burada. Biz sadəcə Hülakü dövlətinə heyfimiz gəldi. O vaxt Hülakü xan bir kimi dövlət yaratmışdı, məhv olub gedir. Və bu mübarizədə deməli kimlər? Cəlalilər, Çobanilər, Çobanilərdən kimi tanıyacaq biz burada? Əmir Çoban və Şirvanşahlar. Həmişə yaşlı.